və müasirliyin, moda və sənətin vəhdətini, milli irsə fərdi yaradıcı baxışı Zamanın Naxışları adlı moda nümayişində izləyirik. Bu geyimlərin ilham mənbəyini anlamaq üçün Lətif Kərimovun xalçalarının nümayiş olunduğu zaldayıq. Əslində hekayə elə buradan başlayır. Podiuma uzanan yol ilmə-ilmə toxunan xalçalardan keçir. Bu zəngin irsdən bəhrələnən modelyer dizaynerlər milli naxış və simvolları öz müasir geyim kolleksiyalarında təqdim edib. Milli Xalça Muzeyinin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yeni moda kolleksiyaları təqdim edildi. Zamanın Naxışları adlı dəv nümayişi ölkənin tanınmış modelyer dizaynerlərini vahid yaradıcı platformada birləşdirdi. Ümumilikdə 116 geyim nümunəsinin təqdim olunduğu gecədə 14 modelyer dizayner milli irsə və Lətif Kərimov yaradıcılığına öz maraqlı yanaşması ilə fərqləndi. Bunlardan biri isə əməkdar incəsənət xadimi Fəxriyə Xələfovanın buta və xalça motivləri ilə ön plana çıxan kolleksiyası oldu. Azərbaycanın milli ornamentləri 2-ci Qarabağ zəfərinin simvolu olan xarı bülbül və rəngarəng xalça motivləri modelyerin zəngin təxəyyülünü əks etdirirdi. Mən də təbii ki, ənənəvi olaraq çox sevdiyim buta ornamentini təqdim etmişəm kolleksiyalarımda. Bugün çoxlu sayda xalça naxışlarını ipəkdə təqdim edəcəm və kolleksiyamın sonunda mən unikal xarı bülbül çiçəyimizin simvolu olan qrafik şəkildə və xalça motivləri ilə sintez edərək yeni bir naxış təqdim edəcəm. Bu yeni naxışı düşündüyüm üçün mən çox sevincliyəm. Ona görə ki, xarı bülbül çiçəyimizin simvolu bizim zəfərimizin simvoludur. Və müasir dəbdə xalça naxışları ilə sintez edərək onu yeni formada təqdim etmək məhz bu festivala təsadüf etdi. Milli ornamentlər təqdim olunan hər kolleksiyada fərqli bədii konsepsiyası ilə diqqət çəkdi. Modelyer dizaynerlər dəb şousunda bu motivləri müasir ziyafət geyimlərinin də əsas estetik xəttinə çevirdilər. Bu yeni kolleksiyamda bir belə deyim, mövzuya toxundum ki, xanımlar daha çox ziyafət geyimlərində, daşqaşlardan, belə deyim, maraqlı biçimlərdən istifadə edir. Mən istədim ki, artıq ziyafət geyimlərimizə naxışların da gözəlliyini əlavə edin. Hər kolleksiya fərqli bir yaradıcılıq hekayəsi danışdı. Qədim xalça ornamentləri müasir dizayn elementləri ilə birləşərək gündəlik və ziyafət geyimlərində yeni bir həyat qazandı. Azərbaycanın mənəvi dəyərlərini dünyada təbliğ etməklə məşğulam və bugün də yenə də əlbəttə ki, mənim üçün yad olmayan bir mövzudur. Mən 2014-cü ildə Xalçaların Dili kolleksiyasını yaratmışdım və bugün kolleksiya Xalçaların Dili elə bil onun davamı kimi pred-aparte liniyadır. Yəni insanların bugün rahatlıqla ziyafətə, hansısa bir ad günüyə, hansısa bir tədbirə rahat giyə biləcəyi bir kolleksiyadır. Bizə məlumatlar paylaşanda muzey tərəfdən Lətif Kərimovun sənətkarlıqla bağlı onunla biz əlbəttə ki, bütün dizaynerlər həvəsləndi və mən də həmçinin öz kolleksiyamın üzərində işləyəndə həmin musiqiləri qulaq asırdım, videolara baxırdım və əlbəttə ki, muzeyə çox-çox dəvət olunmuşdum ki, biraz xalçalara daha çox ətraflı baxım. Xalça Muzeyi Fashion Show Zamanın Naxışları adlı moda nümayişində Alyona Əliyeva, Mədəniyyət Nazirinin müavini Saadət Yusifova, digər rəsmi nümayəndələr və qonaqlar iştirak etdilər. Bildirildi ki, milli irsin yaşadılması təkcə onun qorunması ilə yox, həmçinin müasir dövrün dili ilə yenidən təqdim olunması ilə mümkündür. Fəridə İsmailova, Emin Əhmədzadə, AzTV xəbər.